Salam hər kəsə. Ani bir qərarla düşündüm ki, bir canlı açım. Nəsə içimə bir his gəldi və bu his məni bu telefonu götürüb də hal-hazırda canlı açmağıma vadar elədi. Hər birinizə xoş gördük deyirəm. Çoxdan da canlı açmırdım. Və çox sağ olun əzizlərim, çox sağ olun. Mən də sizləri çox istəyirəm, çox sevirəm, çox dəyərlisiniz mənim üçün. Ani bir qərarla həqiqətən də bir his gəldi ki, yəni get canlı açmalısan, verəcəyin hər hansı bir məlumatlar var və insanlar var ki, yəni hal-hazırda bu məlumatları eşitməlidirlər. Bilirsiniz ki, bizim 30-31 iyul çox böyük bir təlimimiz olacaq. Amma bilmirsiniz ki, ondan qabaq mən bir təlimin elanını vermişdim ki, falan şeylər olacaq. Çox sağ olun, Allah qəbul eləsin əzizim. Yəni ümrəyə getməsi Allah qəbul eləsin. Və ora qiymət qoyulmuşdu ki, 850 manat. Nəysə yazan oldu falan, biz qatılmaq istəyirik. İçimdən bir səs dedi ki, Kəmal, götür o 850 manatı yığışdır. Onu elə 50 manat və orada bir ay verəcəyim məlumatları sığışdır həmin bu 2 günü. Və mən iç səsimə də dinlədim, yəni belə də elədim ki, çox adam qatıla bilsin, çox adam yararlana bilsin ki, yəni 30-31 iyulda axşam saatlarına salmışam özdə, sırf sizlərə görə. Çünki mən bilənlər bilir ki, uşaqlara görə mən axşam saatları işləmirəm. Amma düz qoş eləmişəm və axşam saatlarını həmin o təlimi salmışam. Həmin o təlimdə videolarda demədiklərim, məlumatları, materialları sizə təqdim edəcəm. Və sizi maraqlandıran bir çox suallarınızın cavabını siz tapacaqsınız. Niyə ailə həyatım uğursuzdur? Niyə pul kanalım açıq deyil? Niyə, nə bilim, qaynana, qaynata, filan, beşməkan, yəni bunlar hamısı problemlər gəlir, məni tapır. Və mən bunu necə düzəldə bilərəm? Bax, hər zaman mənə verdiyiniz sualınız var ha, ki, mən bunu necə düzəldə bilərəm? Bizim hal-hazırda kodlamalarımız aktivdir və kodlamalardan gələn nəticələr həqiqətən də bəzən məni belə təəccübləndirir. Ki, mən Dinaraya soruşuram ki, yəni həqiqətən bu belə bir mesaj gəldi. Yəni bu kodlamanın mı nəticəsidir? Və mənə deyir ki, bəli, yəni kodlamadan gələn nəticələrdir. 24 noyabr təsadüfi bir şəkildə onun satışını aktiv elədim. Yəni o da bir hiss olaraq idi. Və bugünə qədər çox möhtəşəm bir nəticələr alırıq. Kodlama superdir. Ona sözüm yoxdur. Yəni o mənim, belə deyim də, indiyə qədər gətirdiyim ən uğurlu məhsullarımdan biridir. Amma bu təlim high level'dır artıq. Yəni yüksək səviyyədir. Siz artıq burada sizi narahat edən bütün suallar, buna əsasən də psixoloq xanımlar da qatıla bilər. Coachingdə məşğul olan xanımlar da qatıla bilər. Həyatın idarəsini özünə belə deyim, özü idarə etmək istəyən xanımlar da qatıla bilər ki, mən ancaq xanımlarla işləyirəm. Və sizi narahat edən, sizi maraqlandıran bütün sualların cavabı bu 2 günlük təlimdə olacaq. 2 günün ödənişi sadəcə 50 manat olacaq. Yəni ondan artıq sizdən heç nə istəmir. Axşam saat 8-də başlayır və proqram da həmişəlik sizdə qalacaq. Sizdə qalacaq və bilənlər bilir ki, mənim bütün kurslarımda, təlimlərimdə iştirak edənlər bilirlər ki, duasız əlbəttə ki, mümkün deyil. Çünki bizim xilasımız, mən düşünürəm ki, bizim dualarımızdadır və dua düsturu da, 40 günlük dua düsturu da göndəriləcək bu qrupa, yəni təlimə qatılanlar üçün. Çakralar hamısı, deməli, ruhun şəfalanması olacaq. Cadu, lənət, gözdür, nəfsdir, nə zirzibil varsa, onların hamısının hardan gəldiyini, necə gəldiyini, nə üçün məhz sizə gəldiyini anlayacaqsınız. Daha sonra onu sizdən qaldıracaq. Avtomatik olaraq 7 çakra balanslaşması olacaq, yəni 7-si də aktivləşəcək. Adətən biz təlimlər, bu qiymətə olan təlimlərə 7-ci çakranı salmırıq, amma sırf bu təlimə özəl olaraq mən 7-ci çakranı salmışam ki, halal xoşunuz olsun. Ki birbaşa yaradanla artıq
belə deyim, hiss yaransın, enerji yaransın ki, siz artıq var olduğunuz o möhtəşəm enerjini hiss eləyəsiniz. Artıq kim olduğunuzu hiss eləyəsiniz. Artıq hardan gəldiyinizi hiss eləyəsiniz. Çünki yaşamaq üçün bu ən böyük belə deyim, vacib hisslərdən biridir. İnsan kim olduğunu başa düşməyənə qədər yaşamaq çox çətindir. Yəni girirsən o xaosun içinə, oradan kodlama Allah tərəfindən halaldır. Əstəğfurullah. İlk öncə onu deyim ki, burada halal və haram, yəni söhbəti gedə bilməz. Kodlama necə haram ola bilər? Yəni kodlama niyə haram olsun ki? Bu neyrobiologiyadır, bu elmdir, düzdürmü? Allah bizə bu elmi açıq eləyib. Yəni ki, gedin, oxuyun, öyrənin, həyatınızı dəyişin. Kodlama niyə haram olsun? Niyə Allaha zid olsun ki, əgər sən onu dinləyərkən xoş hisslərə qapılırsan, həyatını yaxşı tərəfə dəyişmək istəyirsən, əgər kodlamanı dinləyən bizdə autizm uşaqlar var ki, danışırlar artıq, söz deyirlər, şükürlər olsun Allahıma. Və kodlama nədir ki? Kodlama sadəcə audio səsdir. Bir insan tərəfindən yazılmış müəyyən bir sözlərdir, müəyyən bir enerjiyə sahib olan sözlərdir. Burada yəni haram nə ola bilər ki? Biz burada kimisə haqqına girmirik. Biz burada yalan-yanlış rituallar elətdirmirəm mən sizə. Mən burada bir tək bar-bar bağırıram bütün verilişlərimdəki, bir tək Allahdan istəyim, bir tək Allaha güvənən. Amma və lakin elə insanlar var ki, üzr istəməyin. Siz bir dəfə də bunu direktdə deyəsən soruşmuşdunuz. Yaxşı ki, indi də soruşdunuz. Baxın, insan var ki, həqiqətən də həyatını dəyişmək istəyir. Həqiqətən də Allaha təslim olmaq istəyir ki, bu asan deyil. Yəni, heç asan deyil. İnsan deyirsən ki, aşı Allahdan gəlir, Allaha da gedəcək, mən bir tək ona təslim olum. Sözdə danışmaq çox asandır. Amma sən düşdüyün o vəziyyətdə, düşdüyün o mühitdə Allaha güvənmək və onun mərhəmətinə sığınmaq çox çətindir. Həqiqətən də çox çətindir. Oturub, məsəl üçün, baxın, kodlamaların çoxu elə duaya sizi yaxınlaşdırır. Mən hər zaman, hər verilişdə deyirəm ki, oturun, dualar eləyin. Mən özüm indi hal-hazırda 41 vaqiə oxudum və indi hal-hazırda o enerjidən açmışam sizə bu canlını. Yəni, dualar çox gözəldir. Amma və lakin, dostlar, bir şeyi yadınızda saxlayın. Dua sizin ruh halınızı gözəlləşdirir, sizin enerjinizi yüksəldir. Amma sizin həyatda keçməli olacağınız dərsləriniz var. Misal olaraq gətirim. Məsəl üçün, əgər sən sabah və yaxud da bugün harasa getməlisənsə, avariya yaşamalısansa, sənin bu tali qismətində yazılıbsa, sən onu yaşayacaqsın. Sənə şans verilir ki, sənin dilivə gətirilir ki, sən, belə deyim də, beynivə bir hiss gəlir. Get otur bir dənə duanı oxu. Məsəl üçün, Ayətül Kürsünü get oxu. Sən deyirsən, əşi, yol gedirik də, mən oxumuram, istəmirəm, vaxtım yoxdur, uşaqlar, nə bilim, yoldaş, onu hazıra, bunu hazıra, mənim vaxtım yoxdur. Sən o yaşanacaq avariyada, məsəl üçün, ayaq sınacaq, qol sınacaq, yazılıbsa, onlar olacaq, baş verəcək. Və sonra artıq, ondan sonra dua edib də, belə deyim də, sınıq ayağı bərpa etmək daha gecdir. Baxın, tutun mən nə demək istəyirəm. Biri də var ki, sən yol gedirsən, sənə qismətində yazılıb ki, sən avariya yaşayacaqsın ailənlə bir yerdə, İraq olsun da, ən pis variantı deyirəm. Və kimisə ayağı sınacaq, kimisə qolu sınacaq. Amma sənin dilivə, istəyivə, ruhuvə bir dua gəlir, dua oxumaq gəlir. Və sən oturursan yol qabağı bir 7 dənə Ayətül Kürsü oxuyursan. 7 dənə Ayətül Kürsün oxudun və sən gedirsən, o avariyanı yenidən yaşayırsan, amma heç kimin artıq ayağı, qolu qırılmır. Qırılırsa belə bir cızıq yaranır. 40 gün gipsdə qala bilərsən, 2 ay gipsdə qalarsan. Amma duasız yaşanacaq o hadisənin dua ilə daha yumuşalmış bir versiyası yaşanır. Yəni siz həyatda baş verəcək, əgər siz narsistlə ailə quracaqsınızsa, siz onunla quracaqsınız. Çünki sizin daxili kodlamanız, daxili DNK-nız, həyat yolunuz sizi bu insana artıq aparır. Sizin travmalarınız, sizin danışıqlarınız, sizin enerjiniz artıq səni o narsısa aparır, o xəyanətkara aparır. Sən getdin, düşdün o narsısa.
Sən deyirsən ki, məsəl üçün də ümumiyyətlə, mən dua oxuyum, Kəmalə xanım, mən dua oxuyum, mənim o narsis yoldaşım səhərsi gün dursun və desin ki, ay filan kəs, qurban olduğum, mən indi kimi narsis idim, xəyanətkar idim, sənə pul vermirdim, səni adam yerinə qoymurdum, atamın, anamın ayağına verirdim, mən hər şeyi başa düşdüm, bundan sonra biz möhtəşəm bir həyat yaşayacaq. Rusların bir qəşəng sözü var. Həmin mama sizin kukuxanız deyir, kukuxa съедет. Həqiqətən də kukuxa съедет. Yəni oturub deyəcəksən ki, başa düşmədim, necə yəni? Yəni sən mənə 10 ildə bütün həyatımı məhv elədin, birdən-birə mən axı heç nə başa düşmədim. Baxın, fərqindəlik nədir? Duanı oxuyursunuz, oturursan, eşidirsən mənim sözlərimi, mənim podkastımı, görsən Kəmalə boş-boş hər podkastda israrla demir gedin dua oxuyun. Kodlamanı dinləyirsən, müəyyən bir təlimlər alırsan və nələrisə fərqinə varırsan. Birinci duadan başlayır hər şey. Duanı oxuyursunuz, sonra sizə yollar açılır. Kodlama çıxır qabağıva, podkast çıxır qabağıva, kimsə çıxır qabağıva. Sən gedirsən ondan nəsə öyrənirsən. Dua sənin şəfalanmağın üçün bir yol açır, yolu təmizləyir ki, sən şəfalana biləsən, kimdənsə, insandan şəfalanır. Sən o insandan, narsis insandan, xəyanətkar insandan müəyyən bir dərsləri almalısan. Sən o dərsləri almayana qədər, sən o dərsləri almayana qədər, başa düşməyənə qədər, sən istəyir ömrünün axırına qədər də duanı oxu, sən başa düşmürsənsə, o dua sadəcə səni gündəlik həyatını rahatlamağı üçün bir vasitə olacaq. Amma məsələ çözülməyəcək. Baxın, məsələni çözmək sizin əlinizdədir. Dostlar, suallar verirsiniz, mən indi suallara cavab versəm, mənim fikrim yayılacaq. Bir dənə mən fikrimi tamamlayayım sonra. Yəni, məsələni çözmək sizin əlinizdədir. Yox, əgər sən dərsi anlamaq üçün də insan öz üzərində çalışmalıdır. İnsan nəyisə oxumalıdır, məlumatlı olmalıdır, nəyisə bir şey maraqlanmalısınız nəyinəsə. Birinci özünüzə sual verməlisiniz ki, mən filan kəs və filan kəs, niyə bu həyatı hal-hazırda yaşayıram? Mən belə həyat yaşamaq istəmirəm. Nə üçün mən bunu yaşayıram? Dostlar, mənim zərərtqam azalır. Bir dənə gözlüyüm, mən powerbank götürüm. Bir saniyə, üzr istəyirəm. Bir saniye. Все. Так, зарядка yıksın. Tamam. Başa düşdünüz də mən nə demək istəyirəm. Yəni ki, şuuraltı ilə siz nə qədər oxumaq lazımdır, siz nə qədər maraqlanmaq lazımdır. Yəni, düşməsin belə. Şuuraltı ilə mütəmadi olaraq işləmək lazımdır. Hər kəs özünə uyğun istədiyi bir duanı oxuya bilər. İstəyirsiniz İnşirah surəsi oxuyun, istəyirsiniz İxlas oxuyun, istəyirsiniz Ayətül Kürsü oxuyun, istəyirsiniz Fatih oxuyursunuz, nə istəyirsə oxuyun, oxuyursunuzsa oxuyun. Hər kəsin öz ürəyinə yaxın bir duası olur hər zaman. Yəni sizin qarşınıza çıxan hər hansı bir dua sizə o qaranlıqdan çıxmağa kömək edəcək. Amma bir yerə qədər. O artıq siz şəfanı özünüz tapmalısınız. Siz artıq xarakterinizi formalaşdırmalısınız. Siz artıq müəyyən bir şeyləri başa düşməlisiniz. Siz artıq başa düşməlisiniz ki, bu mənə nə üçün verilib? Siz artıq başa düşməlisiniz ki, bu qaynana mən üçün nəyə görə verib? Niyə mənim ailə həyatımı dağıdır? Niyə mənim yoldaşım mama uşağıdır? Niyə mənim yoldaşım xəyanətkardır? Niyə gedir başqasını sevir? Niyə başqasını sevə-sevə gəldi, məni aldı? Bax, bu sualların cavabı məndə deyil. Bu sualların cavabı sizin özünüzdə olur. Sizin özünüzdə də bu düzgün analiz etmək üçün birinci insan öz həyatını düzgün analiz etməlidir. Günahlandırmanı yığışdırmalıyıq. Günahlandırmanı yığışdırmaq üçün də insan
bir çox şeylərin fərqində olmalıdır. Anlamalıdır ki, məndə hal-hazırda bu baş verir. Yəni mən hal-hazırda bunu yaşayıram. Mən yaşamalıyam. Təslimiyyətə keçməlidir. Heç bir insan istəyir ən axırıncı belə insan olsun, ən pis belə insan olsun, sizin həyatınızı məhv edən bir insan olsun. Allahın icazəsi olmadan sizin qarşınıza çıxmır. Bunu qulağınızda bir sırğa eləyin və hər zaman mənim bu sözümü xatırlayın. Nə olursa olsun, sizi döyən, söyən yoldaşınız varsa, sizi təhqir edən qaynananız varsa, nə olursa olsun, kim çıxırsa sizin qabağınıza, düşünün ki, bu mənə Allah tərəfindən göndərilib. Qutardı, getdi. Bu pis Allahdır, əstağfurullah, qurban olduğum. Və yaxud da kimisə daha çox istəyir, məni az istəyir demək deyil. Bunun ondan heç bir aidiyyəti yoxdur. Bu sənin təkamül yolundur. Sən bu pilləyə, bu yolları keçmək üçün gəlmisən. Bax, bunu anlamaq lazımdır. Dostlar, çoxunuz başa düşmürsünüz. Siz bu yer kürəsinə nə üçün gəlmisiniz? Hansı missiya ilə gəlmisiniz? Yəni, nələri aşmaq üçün gəlmisiniz? Siz bunu başa düşməlisiniz ki, mən ucalmaq üçün, mən bu xırda problemlərimi həll eləməliyəm. Çoxlu pul istəyirsiniz, çox gözəl. Yəni, pul çox gözəl bir şeydir. Xoşbəxt olmaq istəyirsiniz, mən hər zaman demişəm, qadın həm xoşbəxt ola bilər, həm pul qazana bilər, həm uşaqlarına ana da ola bilər, həm yoldaşı da gözəl bir həyat yoldaşı da ola bilər. Yəni, hər tərəfli biz qadınlara o güc verilib ki, biz onu eləyə bilərik. Amma və lakin enerji yoxdur deyənə. Səhər, çox sağ olun, təşəkkür yazan hər kəsə çox sağ olun. Sadəcə belə gedir deyənə, mən fikrimi səsləndirim. Valla çox sağ olun, çox xoşdur. O qədər xoş sözlər yazırsınız ki, həqiqətən də mən Allahın, doğrudan da Allah mənə bu lütfü verdiyi üçün, bu xoşbəxtliyi verdiyi üçün ona sonsuz minnətdaram. Amma heç nə elə belə bir günə əmələ gəlmir, dostlar. Necə ki, mən öz həyatımı 8-10 ilə yaratmışam, siz də öz həyatınızı daha tez bir zamanda yarada bilərsiniz. Niyə tez bir zamanda yarada bilərsiniz deyirəm? Çünki hal-hazırda bu proqramlar daha çox aktiv şəkildə insanlara ötürülür və mənim ən azı YouTube-da 140 neçə dənə videom var. Yəni, valla hamısına siz oturub başdan ayağa baxsaz, siz orada şəfanı taparsınız. İnanın ki, taparsınız. Yəni, sağlam həyatda da bizim həftənin axırı 6-cı gün verilişimiz çıxacaq qadına aid. Orada baxarsınız. Sağlam həyatda 17 dənə verilişimiz var. Reelslərimiz var en qədər. Yəni, mütəmadi olaraq ödənişsiz seminarlar keçirəm. Yəni, nə istəyirsiniz eləyirəm mən sizə də. Yəni, bundan daha artıq mən sizə nə eləyim? Yenə, nə olar yazmayın da necə edək? Xahiş edirəm, həqiqətən. Ya, o sual mənim belə tık verir mənə o sual. Yazmayın necə edək? Deyirəm də necə etmək lazımdır. Mən yenə deyirəm, burada bu reklam xarakterli bir canlı deyil. Mən sizə deyim ki, gəlin mənim yanıma, mən sizə bunu öyrədəcəm. Mən əgər ödənişsiz bu qədər podkast çəkməsəydim, bu qədər video çəkməsəydim, mən deyərdim ki, siz gəlin, digərləri məsələn elədiyi kimi də bir canlı açdıq, orada insanları dəvət elədik, hamımız yazılın, yerlər doldu falan. Mən deyirəm ki, əgər sən ən ali versiyaya çatmaq istəyirsənsə, yəni, yox, belə deyim, sən əgər suallarımın cavabını tapmaq istəyirsənsə, mənim 140 neçə dənə podkastım var, hamısına otur bir bax. Səndə bir şeylər oyanacaq mütləq ki və sən dəyişməyə doğru gedəcəksən ki, insanların çoxu da sadəcə videolara baxmaqdan dəyişib. Əgər sən bir pillədən digər pilləyə qalxmaq istəyirsənsə, podkastdan əlavə də mənim kodlamalarımı götürə bilərsən. Çünki kodlamalarda da çox möhtəşəm bir enerjilər var. İnsanın düşüncəsini dəyişir, insanı o uçurumdan çıxardır, təslimiyyət kodlaması var, o da möhtəşəmdir. Amma sən yox, sən deyirsən ki, mən ən azı Kəmalə sənin kimi bu kainatın qanunlarını başa düşmək istəyirəmsə, mən ən azı sənin kimi həyata baxmaq istəyirəmsə, mən düşünürəm ki, mən yəni bu sözü artıq deyə bilərəm də. Yəni mən sənin kimi dünyaya baxmaq istəyirəmsə, mən sənin kimi qəbulda olmaq istəyirəmsə, mən sənin kimi məsəl üçün istəsəm əgər, yəni bunu siz istəyirsinizsə, günə 7-8 dua oxumaq istəyirəmsə ki, buna səbr lazımdır, buna icazə lazımdır, buna güc lazımdır, buna daxili potensial lazımdır, buna enerji lazımdır.
Yəni bu da asan bir şey deyil, hə, mən sizə deyim. Yəni əgər bunları istəyirsinizsə, o artıq təlimdə veriləcək sizə. Çünki mən onu açıq dostuba üzrlü sayın verə bilmərəm. Çünki ona hazır olan da var, hazır olmayan da var. Hazır olmayan qoşulacaq, baxacaq mənim o videoma, yozacaq 50.000 tərəfə, mənim o verdiyim material hamısı olacaq dəyərsiz bir şey. Mən o materialı illərlə hazırlamışam. Yəni ona görə əgər siz o materialı əldə eləmək istəyirsinizsə məndən sadəcə 50 manat ödəyərək 2 gün. O da ki alma vermə balansı üçündür. Все. Yəni ondan artıq mən qiymət qoymamışam. 2 günün ödənişidir. Baxın. 30-31 iyulda olan təlim sizin şuuraltı nədir? Bütün DNK sisteminizdə olan mənfi kodları dəyişdirəcək. Çünki insan düşüncə ilə yaşayır. Biz orada, mən hər zaman, bilənlər bilir də, yəni mən uzun müddət tanıyanlar bilir ki, mən həmişə kursda daha çox danışıram. Çox danışıram ki, insan mənim aldığım informasiyanı həzm eləyə bilsin, başa düşsün söhbət nədən gedir. Mən ona bütün hər şeyi açıb tökürəm, padnosda verirəm, o zaman artıq heç bir sualı qalmır. Yəni artıq düşünmür ki, hə, burada mənim bir sualım yarandı, burada mənim bir şübhəm yarandı. Mən ona hər bir şeyi şübhəsiz bir şəkildə ona izah eləyirəm ki, bax, budur. Daha sonra biz ona uyğun bir praktika eləyirik. Praktika neyinir? Praktika sənin başından bədəni və iç orqanlarına qədər o enerjini, o sözləri oturmasına bir vasitədir. Və praktika nədir? Qoy mən sizə bir sır açım. Praktika, gözünü yum, nə bilim, onu təsəvvür elə, ağışıq falan, düzdürmü? Yəni adama belə qəribə gəlir. Yəni sizcə o ağışıqla ola bilər. Amma bütün bu dəyərli məlumatlardan sonra sənə o praktika ediləndə insan həqiqətən də o ışıqla bütün olur. İnsanın həqiqətən də mələkləri aktivləşir. Biz təlimlərdə hətta elə bir şeylər görmüşük ki, yəni təlimin içində öz mələklərini hiss edən insanlar var. Şükürlər olsun. Yəni şükür Rəbbimizə, bunu eləyən Allahdır, qurban olduq. İcazəni də verən Allahdır. Dəyişimə də yol açan Allahdır. Bir tək o hər şeyin, yerin göyü yaradanı, yəni bir tək o bizə o necə deyim, razрешениеdə o icazəni verir ki, biz nəyisə eləyə bilək. Əlimizi üstünə qoymaq belə icazə iləndir. Yəni artıq icazə olunur ki, hə, filan kəs əlinin üstündə qoymalıdır. Yəni onun icazəsi var. Yarpaq belə ağacdan öz-özünə, düzdürmü, tökülmür. Yəni siz də yüksək səviyyəyə qalxmaq istəyirsiniz, yüksək pilləyə qalxmaq istəyirsiniz, uğurlu bir insan olmaq istəyirsiniz, xoşbəxt bir insan olmaq istəyirsiniz. Həqiqətən də xoşbəxt, siz hər gününüzü möhtəşəm enerji ilə açan bir insan olmaq istəyirsinizsə, o zaman insan öz şuuraltını dəyişməlidir. Bu şuuraltı elə bir şeydir ki, siz burada o qədər, əsasən də bu bizim ölkədə də çoxdur. Bizim ölkədə ətrafdan qadına çox baskı var. Yəni çox baskı eləyirlər, çox əzirlər. Sən bunu eləməməlisən, sən beləsən, sən zəifsən, sən bacarmayacaqsan. Və qızlarımız bəzən yuxarı qalxmaq istəyəndə cəmiyyətin ona doğru yürüməsindən qorxurlar, onu qınamasından qorxurlar. Bəzən nəyisə hardasa udursan, sözünü demirsən ki, sən orada birdən qınanlarsan və s. Yəni bütün bunlar hamısı kodlardır da, yəni düzdürmü? İnsan özündə bunu hiss etmədikcə, yəni sənə heç kim gəlib deyə bilməz ki, sən yanlışsan. Desə də o sənə təsir eləməyəcək. Çünki səndə olan kod onunla bir yerdə bir deyil, yəni fərqli bir şeydir. Sən əgər adi məsəl üçün də Zoom'da olacaq. Məsəl üçün qaynanan gəldi, sənə alçatdı. Düzdürmü? Sən hiss eləyirsən ki, sənə alçatdılar. Sən hiss eləyirsən ki, bu ürəyindən sənə alçatdılar. Sən birinci analiz eləyirsən, deyirsən ki, birdən mən səhv başa düşdüm. Ya da nə edirsən? Sən deyirsən ki, məsəl üçün, sənə bir güc gəldi, sən deyirsən ki, siz mənimlə belə danışa bilmərsiniz. Qarşı tərəf nə deyəcək? Deyəcək, sən mənə səhv başa düşdün. Sən tərbiyən yoxdur, düzdürmü? Sən məni səhv başa düşdün. Mən o mənada demək istəmədim. Sən gəlib nə edəcəksən? Gəlib oturub özünü analiz edəcəksən ki, mən həqiqətən də səhv başa düşdüm. Mən həqiqətən də onun dediyini mən yozdum. Deməli, mən elə yozurmuşam
Mən elə o sözə layiqəm kodu artıq çıxır ortaya. Mən elə o münasibətə layiqəm, mən elə o sayğısızlığa layiqəm, hər bir şeyə layiqəm. Niyə? Çünki düzgün analiz etmək yoxdur çoxumuzda. Yox idi. İndi şükürlər olsun, artıq hamısı ayrılır, hamısı hər kəs başa düşür. Sən başa düşmürsən ki, hal-hazırda sənə deyəcək sözü o insan deməli idimi, deməməli idimi? Mən bunu bu cür mü reaksiya verməli idim? Yoxsa başqa cür reaksiya verməli idim? Çünki adətən sənə hörmətsizlik edən hər bir insana sən deyəndə ki, başa düşmədim, ağzımın danışığını bil dedikdə, onun birinci reaksiyası nə olacaq? Sən məni səhv başa düşdün. Düzdürmü? Sən məni səhv başa düşdün. Mən o mənada deməmişdim. Sən elə xoşlayırsan hər bir şeydən problem çıxartmağa. Sən elə yozmağı da xoşlayırsan. Psixologiyada buna gaslighting deyirlər. Mən isə buna deyirəm bizim Azərbaycan qadınlarımızın fədakarlığı. Yenə də orada biz susmağı seçirik. Yenə də deyirik ki, mən orada susum, danışmayım. Birdən mən haqqda pis fikirləşərlər. Birdən mənim dediklərimi səhv bir yerə yozarlar və s. Yəni, bax bu düşüncələrə sahib olan bir qadınlarıq biz hal-hazırda. Yəni bu ölkədə əksərimiz. Və buradan siz deyirsiniz ki, mən necə hər şeyi düzəldim. Sən, baxın, mən gedib həkimə gedirəmsə, mən ona deyə bilmərəm də, düzdürmü? İnsanın anatomiyası belədir. Sən mənə bu dərmanı yox, o bir dərmanı yaz. Düzdür, bəzilərini indi deyirsən, amma yenə də. Yəni sən mənə bu dərmanı yazma, o dərmanı yaz və yaxud da mənim o iç orqanlarım hansı hardadır, o bilir də, həkim bilir də, düzdürmü? Niyə? Çünki həkim bunun universitetini bitirib. Həkim bunun nə bilim rezidenturasını bitirib, magistraturasını bitirib, hər nədə uzmanlığını bitirib, gedib oxuyub, kitabları açıb, insan anatomiyasını öyrənib, orqanlar harda yerləşir öyrənib. Artıq bilir ki, bu iynəni bu iynə ilə vuranda bu nəticə olur, bu iynə ilə o iynəni vuranda nəticə olur. Bax, mənim işim də sizlərə şuuraltı olaraq kömək eləməkdir. Çünki artıq buna 8-9-cu ildir ki, bütün ilimi, həyatımı həsr edirəm. Artıq öz üzərimdə o qədər işləmişəm ki, yəni bəzən kitabı açıb oxuya bilmirəm. Artıq bilirəm də struktur necə işləyir. Artıq bilirəm ki, sən bunu buradan belə keçməlisən, o yoldan belə keçməlisən, buradan belə keçməlisən ki, birbaşa sən ruhun şəfalansın. Yəni mən də bunu bilirəm. Mən məsəl üçün mənim anam az dili ədəbiyyatdır. Mən gedib ədəbiyyatı, Azərbaycan ədəbiyyatını tam bilə bilmərəm. Bir də görsə o mənə Nizami Gəncəvidən nəsə deyir. Mən ona cavab olaraq nəsə bildirə bilmirəm axı. Çünki mənim ədəbiyyat fənnindən yetərincə biliyim yoxdur. Mən bilmədiyim bir şeyi danışa bilmərəm. Həmçinin sizlər də. Siz fərqli peşənin sahibləri ola bilərsiniz. Kimisə ibtidai sinif müəllimi ola bilər, kimsə dırnaq ustası ola bilər, kimsə tort bişirən olar. Yəni sən o tortda marsipanı və yaxud da o nə bilim, şokoladla bananı necə qatmaq lazımdır ki, onlar bir-birinə əriməsin, bir-birinə kremi zavarnoy eləmək, nə bilim, nə eləmək, onu daha yaxşı bilirsiniz də. Düzdürmü? Siz öz işinizin peşəkarısınız, əgər sən tort ustassansa. Yəni, sən gəlib şuuraltıdan danışa bilmərsən, axı, necə ki, mən gəlib tort pişirməkdən danışa bilmərəm. Ona görə bu dünyada hər kəsə fərqli missiyalar verilir. Kimsə bu cür insanlara xidmət edir, kimsə müəllimliklə xidmət edir, kimsə nə bilim ustalıqla xidmət edir. Saçımızın, başımız ağarır, gedirsən ustanın yanına, səni 4 dənə kraskanı qarışdırır, deyirsən mən onun birini qarışdırsam başım keçəl olar. Məsəl üçün, mən onun ustası deyiləm. Mən öz işimin ustasıyam. Ona görə bəzən, məsəl üçün, çox az olur, yəni mənim kütləm şükürlər olsun ki, hamısı dastoyun xanımlardır, yəni özünə hörmət edən xanımlardır. Amma bir də görürsünüz də indi bir-iki dənəsi çıxır deyir ki, hə, sən nə verə bilərsən ki, və yaxud da sən buna nəyə əsaslanıb deyirsən ki, düzdür, mən artıq beləsinə cavab vermirəm, çünki yetərincə videolar var, yəni gedin, baxın oradan, görün nəyə əsasən cavab verirəm. Yəni artıq bunun da mütəxəssisi olmuşam da mən. Yəni mən düşünürəm ki, mən bu işin mütəxəssisiyəm. Çünki yetərincə buna aid məlumatlar toplamışam, yetərincə təlimlər almışam və tək, baxın, bu iş elədir ki, bir tək get o təlimləri al, bu təlimləri alan, yəni bu missiya aktivləşmir. Mən məsəl üçün əvvəl ingilis dilini bilirdim də, düzdür, mənim IELTS-im var idi. Yəni IELTS-im çox yüksək idi. Mən IELTS-ı bilirdim, riyaziyyatı bilirdim, amma mən o işin mütəxəssisi deyildim.
Yəni mən o işlə, yəni haydı nə olsun IELTS öyrənmişdim. IELTS mən də bilmirəm 7 aya güclənmə ilə qaldırdım ki, hə, mən yüksək bir bal yığım ondan. Mən onu vaxtında vermişdim. Və yaxud da riyaziyyatdan getmişdim, ən yüksək bal yığıb Bakı Dövlətə girmişəm. Nə olsun, mən riyaziyyatçı deyiləm. Mənim riyaziyyatla bu saat mənim qabağıma loqaritma, trigonometriyanı qoy, mən o çox da belə sən deyə həll eləyə bilməyəcəm. Çünki mən onun istəyi deyiləm. Mən universitetdə oxurdum, qızlar var idi ki, bizə analitik ali riyaziyyat dərsi var idi. Analitik həndəsə var idi, ən nifrət etdiyim. Qızlar lövhəyə çıxırdı, aradasa bir 10 dəqiqə, 5 dəqiqə, orada uzundur da misallar. Onu həll eləyirdi, axırda da bərabərdir 0-a qoyurdu və yaxud da bərabərdir 1-ə, ömür boyu həmişə riyaziyyat belə oldu da, ya 0-a bərabər olub, ya 1-ə. Onu eləyirdi və ondan həzz alırdı, 90 neçə balını alırdı, çıxırdı, gedir, orada otururdu. Deyirdim, sən onu necə elədin? Yəni, sən başa düşürsən də bu ali riyaziyyatı həqiqətən də. İnsan başa düşür, bilirsiniz niyə? Çünki işini sevirdi. Oxuduğu universiteti sevirdi. O, onun missiyasıydı. Ona qurban olduğum beyninə riyaziyyat düşüncəni salmışdı. Mənim içimdə o riyaziyyat düşüncə yox idi. Mən riyaziyyatı əzbərləmişdim. Əzbər idi məndə. Fizikanı əzbərləmişdim, kimyanı əzbərləmişdim. Ən nifrət elədiyim fənlər idi. Mənim qabımda riyaziyyatçı olmaq yox idi. Baxmayaraq ki, mən nə olsun 25-dən 24-ün yazmışdım mən. Nə olsun? Nə olsun? O mənə nə verdi ki? Heç də. Mənim içimdə riyaziyyat potensialı yox idi. Mənim içimdə bax bu işimin potensialı var idi. Yəni gedib insanlara nəyisə öyrətmək. Mən 17 yaşımdan başladım sual verməyə ki, nəyə görə kimsə cənnətə düşür, kimsə cəhənnəmə düşür. Yəni mənim 17 yaşımda birinci verdiyim özümə sualım buydu. Mənim indi 36 yaşım olacaq 3 gündən sonra bu arada. Və mənim yəni birinci sualım o idi ki, və mənə belə qəribə baxdılar. Təsəvvür mən sizə danışıram necə 36 çıx 17 nə qədər eləyir? 19 il bundan qabaq. Mən hamı belə əyri-əyri baxdı, dedi, o nə sualdır ki, sən verirsən? Dedim, yəni, o nə sualdır? Dedim, yox da necə olur ki də, niyə kimsə cənnətə düşür, niyə kimsə cəhənnəmə düşür? Bunu kim təyin eləyir? Allah təyin eləyirsə, niyə kimisə öz sevimli bəndəsini birini cənnətə göndərir, digərini cəhənnəmə göndərir? Mənim, o sualdan mən başladım. Mən onu illərlə özümə verirdim ki, nəyə görə mən çox zəif xarakterli biri olmuşam da, yəni mən çox özgüvənsiz, nəysə bəzi kodlarla əzilmiş bir lazımsız bir insan idim. Mənə hər zaman maraqlı olurdu ki, mən özümə sual verirdim. Dostlar, sualdan başlayır. İnsanın inkişafı sualdan başlayır. Mən özümə sual verirdim. Niyə mən bu həyatı yaşamalıyam? Niyə mən bax, bu negativ içində yaşamalıyım. Çox sağ olun. Hələ təbrik eləməyin, ayın onudur. Niyə mən, çox sağ olun. Mən niyə kədərli olmalıyam? Mən niyə ağlamalıyam? Mən niyə qəmli olmalıyam? Mən niyə, mənim övladım niyə xəstə olmalıdır? Məsəl üçün də, mən niyə belə olmalıyam? Başlandı niyələr. Ki, bilirsiniz, mənə çatmırdı ki, məni əgər bu dünyaya Allah göndəribsə və məni niyə bədbəxt eləyir? Yəni, mən niyə bu bədbəxtçılığı yaşamalıyam? O mu eləyir? Yoxsa mən buradan bir dərs çıxartmalıyam? Bu suallar gətirdi məni bu yerə çıxartdı ki, indi artıq şükürlər olsun, qurban olduğum onu icazə verdi. Dostlar, bu sualların cavabı mən başladım dua oxumağa. Və mən duanı necə oxurdum? Mən yazırdım, məsəl üçün, Google-da yazırdım. Ən güclü dua. Çıxırdı orada, məsəl üçün, İxlas, Ayətül Kürsü, Fatihə surə, nə bilim, nəsə də çıxırdı. Mən yazdırdım, ən çox nə qədər oxumaq olar? Mən belə yazırdım. Yazırdı ki, məsəl üçün, günə 1000 dənə, 2000 dənə, misal olaraq. Və aşağıda da yazırdı ki, bu qədər sayda oxuyana kainatın qanunları və kimsələrə, onu türkçə yazırdı, kimsələrə məlum olmayan, icazəsi olmayan məlumatlar sizə veriləcək. Yəni, siz onu açacaqsınız. Çox insan bunu elə düşünür ki, cinlər, şeytanlar görəcək. Düzdürmü? Bizi belə qorxudublar. Bu da bir taktikadır. Bu da insanları Allahdan uzaqlaşdırmaq, dualardan uzaqlaşdırmaq üçündür. Gəlin boynumuza alaq da. Yəni, ən çox
duanı deyən, yəni çox az adam var ki, desin ki, get dua oxu, şəfalan. Və duanın axırında da hər zaman yazırdı ki, bu rəqəmə çatdığınızda siz artıq sizi maraqlandıran, o şimdi söhbət belədir ki, yəni sən kainatın bütün sirlərinə vakıf olacaqsan, belə bir şey. Yəni başa düşəcəksən. Və mən də sizlər kimi, mən də otururdum, mənə o qədər qorxutmuşlar ki, mən deyirdim ki, mən bu qədər sayda oxusam, mən cinləri görəcəm, şeytanı. Çünki orada türklər qəşəng, bu Azərbaycanca yoxdur, ruslarda da əlbəttə ki yoxdur, çünki onlar xristiandılar. Bu türklər daha çox bunu bərbəzəyli eləməyi çox sevirlər və yazırlar ki, falan qədər Yasin oxudum, ayağımın altında divanda bir əl hiss elədim. Biri yazacaq, falan qədər Yasin oxudum, nə bilim, nələr hiss elədim. Baxın, bu nədir? Qoy mən sizə izah edeyim. Belə bir şeylər varmı soruşsanız, deyəcəm ki, var, bəli, amma insan aşağı frekansda olanda və birdən-birə güclü bir şəkildə duaya meyl edəndə ki, dua da yüksək frekansdır. Duanın frekansı yüksəkdir və yüksək frekansda nə varsa, onun axını, dalğası daha tez-tez olur. Biz, məsəl üçün, biz deyəndə, yəni əvvəlki məndə, travmalı insan, hələ də sorğu suallarına cavab tapmayan insanın frekansı aşağıda belə olur. Təsəvvür elə ki, bu insan gedir yapışır və bu cür dalğalı olan bir duada. O başlayacaq onu tərpətməyə, sirkələməyə. Çünki təmizlənir, üstündə cadudur, lənətdir, əgər aşağı frekansdasısa hamısından boldur, sizdə paketdir. Yəni bunları hamısını başlayır təmizləməyə. Bunlar hamısını başlayır təmizləməyə. 20, 30 il, 40 il ərzində yığdığınız bütün energetikanı yavaş təmizləyir. Daha sonra sən axı məlumatı almırsan, sən gedib hər hansı bir kitab oxumursan, sən gedib hər hansı bir podkastı dinləmirsən axı, düşüncə nədir, duaların insanlara, beyninə təsiri nədir? Sən qorxursan. Sən qorxursan və böyle dala çəkilirsən, deyirsən ki, bir dəqiqə, mən duanı oxumadan qabaq daha yaxşıydım. Bu nə oldu ki, belə mənə sirkələdi? Dua oxudun, səhərsi gün evdə elə bir qırğın oldu ki, özün belə şokdasan. Çünki həmin qırğın bir ay sonra, məsəl üçün, daha ağır bir vəziyyətdə olmalıydı. Sadəcə sən müəyyən negativ karmalarda, onlar tezləşir ki, sən təmizlənəsən. Amma sən bunu bilmirsən. Sən bunun mənasını bilmirsən, başa düşmürsən. Və nə olur insanda? İnsan duadan uzaqlaşır. İnsan deyir ki, mən elə oxumayaraq daha yaxşıydım. Nəinki oxudum, belə oldum. Yəni, qoy elə oxumayım, öz həyatımı yaşayayım. Bax, insanların çoxu da həmin momentdə stoplayırlar. Bunun da bir izahı var. Bunun elmi bir izahı var. 3 cür ruh olur. 3 cür ruh olur. Ruh var ki, yer kürəsinə gəlir, xəstə, şizofreniya, travmalı, lal, kör, ayaqsız, əlsiz, ona artıq icazə yoxdur neysə dəyişməyə. Bəli, bu biraz sərt səslənsə də bu belədir. İcazə yoxdur, olmaz, dəyişməməlidir. O, bu cür yaşamalıdır. O, bu cür öz negativ karmasını ödəməlidir. Nə siz ona qarışa bilərsiniz, nə başqası qarışa bilər. Bəzən olur, insana gəlib kömək eləmək istəyirsən, alınmır. Ayağın burxulur, yolda hadisə baş verir. Hər dəfə o insanın adını niyyət eləyərək nəsə eləmək istəyirsənsə, gedib eləyə bilmirsən, sənə icazə yoxdur. Söz, arxa durmalısınız. Arxa durmalısınız. İkinci ruh var ki, insan artıq nələrsə başa düşməyə başlayıb. Artıq sizlərin çoxu hal-hazırda ikinci ruhlarsınız. Nələrisə başa düşməyə başlamışsınız. Hardasa bir nəsə eşitmişsiniz, nəsə dəyişmək eləyirsiniz, dəyişmək eləmək istəyirsiniz. Amma icra eləyə bilmirsiniz. Öz həyatınızda bunu tətbiq eləyə bilmərsiniz. Mən demişəm hər zaman, ən güclü psixoloq, ən güclü coach, ən güclü, nə bilim, Theta Healing'dir, kvantçıdır, öz həyatını özü idarə eləyə bilən və öz həyatını dəyişən insandır. İnsan öz həyatını dəyişməyibsə,
O kiməsə gedib məsləhət verə bilməz, kiməsə gedib şəfalandıra bilməz. Bunu birinci öz həyatımızda biz tətbiq eləməliyik. İcra eləyə bilmirsiniz. Bilirsən, başa düşürsən, hardasa oxumusan, hardasa duada eləmisən, hardasa nə bilim gedib maraqlanmısan da, amma ortalığa bir şey çıxarda bilmirsən. Bax, ortalığa bir şey çıxartmağa da icazə lazımdır. Bax, deməli sən orada səbirlə, təmkinlə, təslimiyyətdə olmalısan ki, sənə bildiklərini icra etməyə icazə versinlər. Bax, icazə verdiyi andan sən ki, artıq bildiklərini icra eləyirsən, o zaman sən artıq aydınlanmış bir insansan. Çünki hər kəs hər şey bilir. Necə deyirlər? Все знают. Yəni, kimi dindirsən deyəcək, mən bilirəm. Kimi dindirsən deyəcək, xəbərim var. Nə bilim, bilirəm, bu elmləri də bilirəm, oxumuşam, adam tanıyıram, məndən çox təlim alıb. Həqiqətən də o qədər təlim alıb ki, icraata gələndə eləyə bilmir. Eləyə bilmir, icraat, yəni alınmır. Bir əngəl olur, uşaqlar xəstələnir, özü xəstələnir, nə bilim, o olur, bu olur. Bax, burada təslimiyyət çox önəmlidir. Burada siz ruhdan düşməməlisiniz. Burada siz, necə deyirlər, zdavatsa eləməməlisiniz ki, amma mən bilirəm, məndə alınmadı, amma falan kəsdə alınmadı. Onda alındısa, səndə də alınacaq. Məndə alındısa, sizdə 100% alınacaq. Yəni, alınmayacaq deyə bir şey yoxdur. Siz əgər artıq biliklər bu sizə verilirsə, sizin artıq podkastdanmı, canlıdanmı, hal-hazırda 242 nəfər canlıda baxırlar. Hamımızın artıq yolu açıqdır. İcraata keçin. Artıq bildiklərinizi öz həyatınızda tətbiq eləməyə başlayın. İstəyir məndən olsun, istəyir sağlam həyatın digər iştirakçıları var, onların yanına gedə bilərsin. İstəmirsən onu özünə uyğun bir mən özümə psixoloq demirəm, bu arada mənim psixoloji təhsilim yoxdur. Bunu hər zaman sevə-sevə vurğulayıram, çünki mən psixoloq deyiləm. Yəni, başqa bir psixoloq, məsələn, ali təhsilli bir psixoloq ola bilər ki, sən ona deyə bilərsən ki, həqiqətən də onun enerjisi mənə yaxındır. Baxın, axtarın, bir insan tapın özünüzə və onunla işləməyə başlayın. Başqa variant yoxdur. Yəni, başqa bir nəsə istəyirsinizsə, mən onu önərə bilmərəm, çünki nə bilim, valla, nə deyim mən sizə? Nə deyim? Baxın, bütün mənim YouTube videolarıma baxın. Sağlam həyatın bütün videolarına baxın. Baxın, şəfalanın, icraata keçin. Mən də fərdi terapiya eləmirəm. Bu arada fərdi ilə də bilirəm, maraqlanan var. Çünki mən fərdi vəbşə mənlik deyil. Yəni, inanın, həqiqətən, yəni, fərdi mən işləyə bilmirəm. Konkret işləyə bilmirəm. Mən ancaq kodlamadır. Mən də ancaq o 10 manatdır və mən onu söz vermişəm ki, mən onun qiymətini qaldırmayacağam. İnşallah Allah mənim sözümü bozdurmasın. Onu 10 manatdan artıq eləməyəcəm. Bir də mənim ayda bir dəfə belə təlimlərim olacaq. Sadəcə 50 manat civarında olacaq. Yəni ondan da artıq qoymayacağam. Mən sizə söz verirəm. Yəni inşallah o dillərə söz vermə, sonra neysə. Şeytan bütün işin gücün atırır, səni o sözü bozdurmağa doğru bütün hərəkətə keçir məsələsi. Yəni, mən də istəmərəm, sözüm pozulsun. Yəni, bundan artığını hamısını biz təlimdə eləyəcək, dostlar. Mən danışmağı çox sevirəm. İnanın ki, axşam saat, Cəhminə xanım çox sağ olun, 8-də olacaq. Yəni, yaddaşda ömürlük qalacaq. O videolar həmişəlik sizlərə göndəriləcək və yəni silinməyəcək. Mən tərəfdən şəxsən silinməyəcək. Və orada mən siz bir dənə sizə öyrədəcəm. Bunu mən açıq dostluqda verə bilmərəm. Yəni olmaz. Burada məsəl üçün təmizlənmək üçün siz o kodlamanı bir də dinləyin. Nəticə görməyən insan bir də dinləyin. Bəzən təmizlənmək üçün məsəl üçün də elə insanlar var ki, deyir ki, yaxşı, Kamal, mən dua oxuyaram. Yəni, deyirsən, dua oxu da, düzdürmü? Dua oxuyaram. Bizim sosial həyatımız var. Bizim uşaqlarımız var, bizim ailəmiz var. İndi kimsə subaydısa, işiniz var, falan var, o var, bu var, düzdürmü? Hər kəsin filan qədər saatı, 5-6 saatını ancaq duaya həsr eləməyə nə hövsələsi var, nə də səbri var, nə də ki, vaxtı var. Həqiqətən də yoxdur. Mən bunu bilirəm. Amma və lakin insan, bax, burasını dəyişəndən sonra, inanın mənim
səmiyyətimi. Əgər mənə güvənirsinizsə, yəni bu qədər insan yəqin boş yerə burada hal-hazırda baxmır. Bura dəyişəndən sonra və bura ilə Allahı qəbul edəndən sonra sən artıq oturub Ayətül Kürsünü bircə dəfə oxuyursan, bircə dəfə. Və onun hər hərfin sənin bütün hüceyrələrinə axdığını hiss eləyirsən və onunla da nəticəni görürsən. Və artıq ona illərvi, saatlarvi, aylarvi həsr eləmirsən. Çünki yəni həyatdır. Hər şey çox asandır. Yəni Allah o qədər gözəl Allahdır ki, yəni o bizim bütün həyatımızı sadəcə yəni gəl mənə ancaq dua elə, gəl ancaq məni tanı deyil. Sən bax bir dəfə burada o tık var da, bir zamok var da. Bir dəfə o tık Allahı tanısa, bütün hüceyrələrinizlə. Bax o tanımalıdır, tanımır. Ruh tanısa da, bədən, düşüncə Allahı tanımır, qəbul eləmək istəmir. Onun mərhəmətini, onun gücünü, onun enerjisini də. Yəni, o bir dəfə onu tanısa, sən etdiyin o duanın frekansı qalxacaq. Yəni, siz o duanı bütün qəlbinizlə oxuyacaqsınız. İnanın mənə, necə deyim, valla. Yəni, bu həqiqətən bilmirəm. Yəqin ki, ən azı sözlərimin enerjisindən hiss edirsiniz ki, burada yalan, dolan, afiristik variantlar, belə şey yoxdur. Valla deyirəm, yəni qurban olduğum o qədər gözəl bizi düşünüb ki, bizim düşüncələrimizi, bizim həyat tərzimizi belə düşünüb. Cidar xanım mənim asistentim. Bizim həyat tərzimizi belə düşünüb ki, yəni insan əziyyət çəkməsin. Yəni insan özünü tanısın. İnsan Allahın ona verdiyi neməti tanısın. Əlin var, qolun var. Təşəkkür elə, şükür elə. Nə gözəl ki sən varsan, nə gözəl ki sənə dil verib, dilvi kəsməyib, lal deyilsən, kör deyilsən, kar deyilsən ki, sən hal-hazırda Allahdan nəsə istəyə bilirsən. Nə gözəl. Amma sən də bunu düşüncənlə, beyinlə, hüceyrələrinlə başa düşməlisən. O başqadır. Həmin frekansda olunan dualar da başqadır. Bu məsəl üçün, mən hər zaman demişəm, bolluq bərəkətçi Vaqiə surəsi var. Vaqiə surəsi çərəkədə var. Onu oxuyursunuz, bolluq bərəkət kanalı açılır. Amma və lakin, onu bəlkə indiyə kimi 1000 nəfərə demişəmsə, 1000-dən 900-ü geri dönüş nə olub? Kəmal xanım, mən oxudum, mənim pulum qutardı. Kəmal xanım, mən oxudum, pulum bitdi. Yəni, daha da betər oldu. Evdə söz-söhbət oldu, falan oldu, beş məkan oldu. Birinə izah eləyirsən, ikincisinə izah eləyirsən, üçüncüsünə izah eləyirsən, videolarda izah eləyirsən. İnsan bəzən həqiqətən də başa düşmək istəmir. Deyirsən ki, bu təmizlənirsən. Bunun üçün sən Vaqiə surəsinin sənin sırf pul kanalına təsir etməsi üçün sən bunu 6 ay, 7 ay, 1 il dayanmadan hər gün oxumalısan. Ondan sonra başlayırsan pul kanalını aktivləşməyə. Yox, mən travma içindəyəm, mən xaosun içindəyəm, mən kiməm, nəyəm, nə üçünəm, mən bu həyatı niyə yaşayıram, başa düşmürəm. Haradasa eşitdim ki, Kəmalə dedi ki, Vaqiə surəsini oxumaq lazımdır ki, əslində bu çox gözəl bir surədir. Və mən onu oxudum, birinci dəfədən pəs elədim. 1 il oxu, lazım gəlsə 2 il oxu, lazım gəlsə 6 ay oxu. Amma sən onu sən istədiyin kimi təsir etməsi üçün sən arınmalısan, təmizlənməlisən, negativlərdən qurtulmalısan, bir çox şeylərin fərqinə varmalısan və s. Bütün bunlar hamısı yəni toplum şəkildə eləmək lazımdır. Dostlar, dediyim kimi, hal-hazırda indi qeydiyyat gedir və tez bir zamanda o qeydiyyat bağlanacaq. Çünki çox adam götürməyəcəm. Mənə ancaq hazır olanlar, ruhları hazır olan və həqiqətən də həyatlarını dəyişmək istəyən və bu mövzuya çox ciddi yanaşan, yəni hətələm-pətələm deyil də, həqiqətən də nələrisə başa düşən insanlar lazımdır və o insanlar da adətən tez bir zamanda qeydiyyatdan keçirlər və biz daha sonra qeydiyyatı bağlayırıq. Ona görə Cinara xanıma yazırsınız 050 614 40 25, bioda bütün reelslarda nömrə var. Və
050 557 61 98. Yəni bu iki nömrə, yəni Reels'larda var, götürə bilərsiniz. Yazın və indi hal-hazırda qeydiyyatdan keçin. Əgər tam 50 manat ödəməyə imkanınız yoxdursa, o zaman beh ödəyə bilərsiniz. Yəni 10 manata qədər beh ödəyin, problem deyil. Sonra yəni təlimə yaxın ödəyərsiniz. Amma 30-31 iyulda keçiriləcək təlimi bir daha o cür təlim olmayacaq. Yəni kvant sıçrayışı təlimi o cür olmayacaq. Yəni başqa şeylər olacaq, amma o mövzuda verdiyim o materiallar bir daha olmayacaq. Ona görə dostlar, əgər həyatınızı həqiqətən də öz əlinizə almaq istəyirsinizsə və inanın ki, deyirəm də, bundan öncə 850 manatlıq kursun elanını qoymuşdum ki, bir ay olacaq, filan təlim olacaq, kvant nəzəriyyəsi falan. Çox sağ olun əzizim. Yəni onu 850 manata qoymuşdum və artıq yazılanlar da var idi. Sonra birdən tık vurdu beynimə ki, yox, 850 manat qoymayacağam. Bir ay verəcəyim nə məlumatlar varsa, onları ən dəyərlilərini götürürəm və onu sizə sadəcə 50 manata təqdim edirəm. Yəni elə bil 850 manatlıq təlim alırsınız. Əslində 850 manat da yəni o qiymətdə elə. Orada bir daha bahalı bir qiymətdir. Çünki orada mənim 8 ilim var, 9 ilim var. Dostlar, yəni orada bütün biliklərim var. Təlimin mövzusu ruhun aydınlanması, təslimiyyətə necə keçək, cadu təmizlənməsi hamısı orada olacaq. Həm praktiki, həm nəzəri hissəsi. Başa düşəcəksiniz, sizə niyə cadu olunub, siz bu insanla niyə qarşılaşmısınız, siz hal-hazırda bu travmanı niyə yaşayırsınız. Pul kanalı, pul kanalı avtomatik açılır və 7 çakra balanslaşması olacaq. 40 günlük dua düsturu verəcəm ki, onu mən ancaq ödənişli təlimlərdə verirəm. 40 günlük dua düsturu, dua neyiniyək ki, bizə tez bir zamanda təsir eləsin və artıq, belə deyim də, 7-ci çakranı adətən biz 2 günə salmırıq, amma bu təlimdə 2 günə salacaq. Yəni, axşam saatlarında olacaq, 8-də olacaq. Bilirəm, çoxunuz həmişə narazıçılıq edirsiniz ki, günorta 2-də eləmə. Yəni 8-də olacaq və bu dəfə adətən 6 çakra balanslaşması olur həmişə bizim təlimlərimizdə. Amma bu dəfə 7-ci çakraya biz daha çox üstünlük verəcəyik. Yəni 1, 2, 3, 4, 5, 6, 7 çakranın hamısının inşallah Allahın izni ilə aktivləşməsi olacaq. Ana-ata şəfalanması o avtomatik baş verəcək və bəli, bu nömrədir. Online'dır, təlim ömürlük sizdə qalacaq dostlar. Ömürlük, mən onu silən deyiləm. İstədiyiniz zaman girib baxacaqsınız, şəfalanacaqsınız. Dua düsturu ömürlük sizdə qalacaq. Əlavə də qatılan hər kəsə xüsusi o enerjiyə uyğun olaraq 5 kodlamada ayrıca hazırlanacaq. Yəni o ayrıca artıq kurs təlim iştirakçılarına veriləcək. Dostlar, cəmi 50 manatdır. Yəni itirməyin bu fürsəti. Valla 50 manata bu qədər dəyərli 2 günlük təlim yəni görməyəcəksiniz, tapmayacaqsınız. Çox dərin olacaq. Çox fərqli bir şey olacaq. Çox yeni bir şey olacaq və onun üçün də mən hər gün hazırlaşıram ki, daha fərqli bir formatda sizə izah edəcəm. Mən sizə atom, protonlar və neytronların quruluşunu belə izah edəcəm ki, siz başa düşəsiniz ki, sizin negativiniz sizin atomunuza, molekullarınıza necə təsir edir, sizin düsturunuza, sizin energetik kanalınıza necə təsir edir, hansı kod, hansı gertzdə, belə deyim, hansı titreşimdə gəlir, sizdə ilişir və siz o nəyə görə onu çıxarda bilmirsiniz. Yəni bunlar hamısı belə deyim də həm müzahirə leksiya formasında sizə veriləcək. Yəni həm mən danışacağam, açıqlayacağam, izahını verəcəm. Həm də ki buna uyğun praktikalar verəcək ki, bu praktikalarında artıq yəni o praktikalar sizin sadəcə biliklərinizi, bütün hüceyrələrinizə oturmasını sağlayacaq. Mənim artıq dilim dolaşır. 30-31 iyul axşam saat 8-də 2 gün ömrü sizdə qalacaq. Qeydiyyatdan keçmək üçün də dostlar yazın Dinara xanıma. Dinara xanıma yazın. Bilmirəm nə qədər olacaq. Axşam 8-də olur. Mənim danışmağımı nəzərə alsaq çəkəcək də bir xeyləm çəkəcək, amma narahat olmayın. Yəni Zoom'da olacaq və sizə göndəriləcək, istədiyiniz zaman girib baxa biləcəksiniz. Özüm axşamdan saldım ki, hər kəs qatıla bilsin. Öpürəm sizləri. İnşallah ki, razı qaldınız. 10 manat qoya bilərsiniz. İnşallah ki, razı qaldınız. Online'dır, bəli. Zoom'da keçiriləcək.
İnşallah razı qaldınız. Çalışacağım tez-tez belə canlılar açım. O mənə bir his gəlmişdi ki, mən canlı açmalıydım və açdım, sizlərə bəzi şeyləri izah elədim. İnşallah ki, başa düşdünüz. İnşallah ki, bunu həyatınıza düzgün tətbiq eləyəcəksiniz. Öpürəm sizləri. Var olun. Çox istəyirəm sizləri. Çox sağ olun hər şey üçün.